Məhdudiyyət deməyək buna. Hədəf liseylərində 2026-27-ci il tədris ilindən 1-ci siniflərə rus bölməsinə qəbulu dayandırırıq. Bu deməkdir ki, bizim artıq filiallarımızda yalnız Azərbaycan və ingilis bölmələri olacaq. Çünki biz həm Cambridge, həm IB, həm də Azərbaycan kurumundan tədris verən bir məktəbi. Bu baxımdan rus bölməsini qəbulunu dayandırdıq. Birinci, ümumiyyətlə ciddi şəkildə tələb azalıb. Ölkədə rus bölməsinə tələb azalıb. İkinci, kadr çatışmazlığı ciddi problemdir və bu gələcək üçün daha böyük həyəcan siqnalı çalmış olur. Üçüncü, beynəlxalq dil anlayışı varsa biz onu ingilis dilindən əvəz edirik. Çünki bilingual təhsildəyik. O baxımdan rus bölməsinə qəbulu dayandırdıq. Amma başqa məktəblərdə var, başqa təşkilatlarda var. Bizim üçün rus bölməsi 1-ci sinifdən qəbul dayandırılır. Burada qəbul sadəcə 1-ci siniflərə dayandırılır. Hal-hazırda Hədəf liseyində təhsil alan 2-ci və 11-ci sinif rus bölmələri var ki, onlarda tədris eyni keyfiyyəti ilə, eyni dinamika ilə, eyni proses ilə davam eləmiş olacaq. Bizim onlarda hər hansı bir dəyişiklik prosesimiz yoxdur. Bu mərhələ-mərhələ. Çünki tədris belədir ki, 1-ci sinifdən başlaması hər bir şeyə. Biz 1-ci sinifdən rus bölməsini dayandırırıq. Bu 2-ci, 3-cü, digər sinif valideynlərimizin narahatlığına səbəb olmamalıdır və o iş eyni formada, eyni sistemdə, eyni səviyyədə nə qədər necə gəlmişsə, olduğunca davam edəcək. Alternativ nə təklif edirik? Alternativ biz valideynlərimizə 2 alternativ təklif edirik. Ya bilingual təhsil seçirlər, Azərbaycan və ingilis dili ortaq paralel. Burada təqribən 60-ın 40-a formatında 60%, 70% Azərbaycan dili, 30-40% ingilis dili formatında bilingual təhsil almış olacaqlar. Ya da Cambridge və IB təhsilini təklif eləmiş oluruq ki, valideynlərimiz burada bunu çox rahat seçib ingilis bölməsinə davam eləyə bilərlər. Məktəbəqədər məsələsi var burada. Hal-hazırda hədəf liseylərinin məktəbəqədərində rus bölməsi olan şagirdlərimiz var, yəni balabilgələrimiz var. Burada biraz valideynlərimizin bir balaca sıxıntısı buradadır, amma çox da böyük say olmadığına görə mən düşünürəm ki, çətinliyimiz olmayacaq. Mən həmin valideynlərimizə Azərbaycan bölməsini və ya ingilis bölməsi dediyimiz Cambridge IB-ni təklif edə bilirik. Bu zaman onlara bir müəyyən güzəştimiz də olacaq. Yəni ingilis bölməsinə keçdikləri təqdirdə, çünki biraz bahalı təhsil olduğu üçün orada müəyyən təhsil güzəşti vermiş olacaq maliyyə baxımından. İkinci, onlar artıq beynəlxalq dil ingilis dili olduğuna görə bunu qəbul edə biləcəklər və məncə onlar üçün daha uğurlu ola biləcək. Burada valideynlərin narahat olmasına gərək yoxdur. Uşaqların adaptasiyası necə olmuş olacaq? Deməli, adaptasiyada da çətinlik yoxdur. Əgər bizim valideynlərimiz mart ayında qərar versələr ki, ingilis bölməsinə və yaxud Azərbaycan bölməsinə keçirlər ki, hədəf liseyində təhsil alan balabilgələr, yəni məktəbəqədərlər, əksəriyyət Azərbaycan dillidir. Rus bölməsinin məktəbəqədərində təhsil ala bilir. Mən düşünmürəm ki, onların Azərbaycan dili sıxıntısı var. Ola bilər 1, 2, 3 nəfər uşağımız da ola bilər. Hansı bölməni seçəcəklərsə valideynlərimiz, biz onlara 3-6 aylıq müəyyən bir dəstək təklif edə bilirik ki, ingilis bölməsinə keçirirlərsə, hər hansı bir hazırlıq təşkil edib ingilis bölməsinin məktəbəqədəri kimi çatdıra bilək. Qabaqda böyük bir zaman var. Və yaxud da Azərbaycan bölməsini seçəcəklərsə, həmin prosesi çatdıra biləcəklər. Bunu bu saatda, bu gündə yanvar ayında elan etməyimiz həm də valideynlərimizi düşünərəkdir. Çünki biz gəlib sentyabrda, avqust ayında demədik ki, rus bölməsini dayandırırıq. Biz yanvar ayında dedik ki, valideynlərimiz seçimlərini edə bilsinlər. İstər Azərbaycan, istər rus, istər ingilis bölməsində. İndi başqa məktəblərdə ola bilərsə, heç kəsin, belə deyək, qarşısını ala bilməliyik və almaq fikrimiz də yoxdur. Ümumiyyətlə, bölmə alınışı yığışılmalıdır. Mənə görə beynəlxalq təhsil var, milli kurikulumlu təhsil var. Valideynlərimiz artıq yavaş-yavaş bölmə anlayışından qurtarmalıdırlar, ya beynəlxalq təhsili seçməlidir, ya milli kurikulumu seçməlidirlər. Bu proses Azərbaycanda valideynlər və məktəblərimiz tədris ictimaiyyəti tərəfindən həzm olunandan sonra bizim bölmə anlayışında sıxıntımız olmayacaq ki, o bölmə niyə açıldı, bu bölmə niyə bağladı. Digər bir tərəfdən Azərbaycan bölmələrində, həmçində ingilis bölmələrində biz rus dilini artıq yuxarı siniflərə doğru qalxdıqca seçməli fən qoyacağıq. Yəni ikinci xarici dil kimi alman dili təklif edirsək, bir də rus dili təklif edirik və yüksək saatından dil öyrənsinlər. Nə qədər çox dil bilərsə uşaqlar bir o qədər faydalı cəmiyyətə insan ola bilirlər.